11 noyabr 2025-ci il Azərbaycanın fəxri olan Tovuz rayonunda doğulub boya başa çatmış Vətən müharibəsi qəhrəmanı Orxan Cabbarovun anım günüdür. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Tovuz rayon icra başçısı cənab Məmməd Məmmədov təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanı Orxan Cabbarovun adına ehsan süfrəsi açılmışdı. Və Tovuz rayon şəhid ailələri tədbirdə iştirak edir. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Bu gözəl təşəbbüsə görə Vətən müharibəsi qəhrəmanına verdiyi dəyərə görə Tovuz rayon icra başçısı Məmməd Məmmədova şəhid qardaşı olaraq öz təşəkkürümüzü bildiririk. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Tədbirdə Tovuz Turan şəhid ailələri və Tovuz rayon rəsmilər iştirak edir. Ruhu şad olsun cəm şəhidlərimizin. Orxan tək Tovuzun yox, ümumi Azərbaycanın fəxridir. Xüsusi təyinatların giziri kimi neçə illik Azərbaycan ordusunda əziyyətlər olubdur. Ruhu şad olsun cəm şəhidlərimizin.